Salam. Deməli, bugün biz keçən dərsin ardını çəkəcəyik. Məsələ çəkirəm, daha doğrusu Kali Linux, Windows, Ubuntu serveri yaratmışdıq. İndi Ubuntu serveri açdıq. Port və sistemlərdə firewalllardan danışacağam. Və demək olar ki, burada username emin idi. Keçən dərs göstərmişdim, password isə root idi. Sizdən istəyim odur ki, dərslərə like verəsiniz, baxış sayımız çoxalsın, paylaşım eləyin. İnşallah mən yaxında daha qəliz mövzulara toxunacağam və istəyirəm sayımız günü-gündən artsın. Onda Azərbaycanda belə deyək, çox azdır bunun haqqında məlumat. Mən çalışsam bu bariyerləri biz bərabər aşaq. İnşallah bir white hacker olaraq istəyirəm paylaşımlarım çoxalsın, həmçinin bundan faydalansın insanlar da. Belə deyək, biz super user yaradırıq. Sudo xətt i passwd root. Niyə görə yaradıram super user'ı? Birinci növbədə super user, normal user var. Super user yetkilərə sahib olmaq üçün də bunu sonradan başa salacağam. Yəni gələcək dərslərimizdə məndə hazır var deyə bir də yaratmıram. Sudo xətt i passwd root verdim və burada standart elə root və root qoyuruq. Successfully enter root. Root'u göstərmir, təhlükəsizliyə görə belədir. Yəni yazırsınız amma göstərmir. Ondan sonra apt update edirsiniz. 1. Ondan sonra apt update güncəlləmələr verəndən sonra artıq proqramları yükləyə bilərik. Güncəlləmə oldu. Belə deyək. Ondan sonra biz apt install network tools. Network tools məndə yüklü olduğundan təbii yüklənməyəcək, amma network tools IP-lərə baxmaq üçündür. Apt install UFV firewall'umuzdur. Yüklü olduğundan onu da eləməyəcək, amma siz yüklənəcəksiniz. Yəni yükləyəcəksiniz o faylı. UFV allov 22/tcp. 22-ci qapı nə deməkdir? Mən allov verib icazə verdim. UFV enable verib sistemə yandırıram. UFV status verib sistemə baxış edirəm və 22-ci qapının açıq olduğunu görürəm. 22 SSH OpenSSH proqramı ilə idarə olunan proqram vasitəsidir və iki kompüter arasında remote control, yəni əlaqə yaradır, belə deyək, LoRaWD-də və biz if config eləyirik 100.152-dir. İndi mən SSH-a bağlantı edəcəm. Açıram PowerShell-ı. PowerShell-da sistemdə giriş elədik. PowerShell sistemə keçirik və 100.152-yə SSH vasitəsilə iki kompüterin əlaqəsidir. Ruslar buna remote control, yəni Ruslar buna udalyanka özü sistem deyir, uzaqdan qoşulma, ingilislər remote. Yəni uzaqdan ikinci kompüterə qoşulma. Yəni biz Windows'dan, başqa IP-dir Windows təbii ki, Ubuntu server başqadır. 152-yə qoşulmayacaq SSH-dan. SSH emin kompüter at 192.168.100.152 IP-sinə qoşul. Və yes qoşuluram və root. Artıq qoşuldum. Və bu onu göstərir ki, mən SSH əslində nədir? İki kompüter arasında əlaqədir və mən 152 IP-sinə SSH-dan Windows'un kompüterindən, yəni Windows'undan VirtualBox-un daxilində Ubuntu serverə 22 qapısına bağlantı elədim və SSH kompüterin adı emindir, IP bizim IP-miz və sistemə giriş elədim. Deməli, OpenSSH keçən dəfə biz yükləmişdik Ubuntu serverə yükləyərkən və artıq 22-ci qapında açdım UFV ilə. UFV təbii ki, mən burada enter root eləyəm və yazıram UFV status. Bayaqları mən burada 22-ci qapını açmışam. Port proqram belə paralel işləyir. 20-ci qapı açıq olmasaydı, mən 1000 dəfə onu yükləyim, OpenSSH işləməyəcəkdi. 22-ci qapı OpenSSH, SSH Secure Shell qorunanlı iki kompüter arasında əlaqə deməkdir. Və mən belə deyək LoRaWD-də əgər mən niyə rootdan istifadə elədim super user? Çünki mən exit eləyəm, normal userdan çıxıram. Normal userdan çıxandan sonra UFV status etsəm, əgər misal göstərirəm. Görürsünüz, burada belə bir ingilis errorumuz yazır. Unity root the run the script deyir ki, bu ümumiyyətlə biz əgər root deyilsə LoRaWD-də deyim, bunu yəni bu skripti running, yəni yandıra bilmərik, ümumiyyətlə işlədə bilmərik daha doğrusu. Enter root və mən UFV status verəndə, yəni sistem artıq bizdə açıq şəkildə göstərdi. İndi aşağı eləyirəm, artıq bu ilə işləmək olar. Biz SSH-la, PowerShell-la SSH-a qoşulduq. Bu birinci addım idi. Gəlin ikinci addım. Deməli, UFV ilə firewall-la biz nəyi öyrəndik? Lap başdan gedişat edeyim. Deməli, keçən dərslərimizdə biz Kali qurmuşuq, Windows qurmuşuq, laboratoriya və Ubuntu server. Ubuntu serverin artıq içində biz UFV firewall-umuzu qurduq. 22-ci qapını açdıq, OpenSSH-la işləyir. İki kompüter arasında əlaqə. SSH-la həmən kompüterimizdən, Windows-dan həmən serverə qoşulduq. UFV-nin statusu 22 açıqdır və birinci qapımız açıq. Yadda saxlayın, birinci növbədə mən həmişə demişəm, cyber security, kiber təhlükəsizlik uzmanı olmaq istəyənlərə, xüsusən red team və blue team fərq eləmir. Black hacker olacaqsan, white hacker olacaqsan fərq eləmir. Red team və blue team üzrə mütəxəssisləşmək istəyənlər xüsusən də bu şeyləri nəzərə eləməlidir.
ardıcıllıq düzgün getməlidir, düzgün yön getməlidir. Yoxsa əks halda boş-boşuna vaxt itirmək olacaqsınız. Və ona görə mən həmişə demişəm, Red Teamdə xüsusən diqqət edilməlidir. Hər ardıcıllıq düz olmalıdır ki, uğurlu nəticə olsun, uzun zamanda uğraşmayasınız belə deyək. Və ümumiyyətlə Black Hat-la məşğul olmağı heç məsləhət görmürəm, çünki Black Hacker-lər bilirsiniz qanunsuzdur. White Hacker olaraq biz paylaşımlı insanlara belə deyək, daha çox fayda vermə fikrində oluruq. Amma Black Hacker-lər biraz fərqli olur, onlar həmsi dağıtma yönündə olurlar. Biz 22-ci qapını açdıq. İndi isə biz nə edəcəyik? İkinci qapı 22 SSH 2 kompüter arası remote kontroldur bağlantı. Yəni mənim Windows-un IP-si başqadır. Mən bağlandım Ubuntu serverinin IP-sinə. İndi isə mən orada ikinci portumuzu açacağam. UFV allow #/TCP TCP qapısını açıram. #/ qapısını açıram. Allow icazəni verdim. UFV status verirəm və baxıram #/-ı açdım. #/ nədir? #/ qapısı HTTP qapısıdır. Hypertext Transfer Protocol. Saytlara giriş üçün nəzərdə tutulur. Məsələn, mən burada bir dənə browser açıram. Yəni fərqi yoxdur. Google Chrome, Mozilla Firefox fərq eləmir. Mən burada yazıram #/ açdım. Mən dedim axı 22-ni keçən dərsdə biz Ubuntu yükləyərkən OpenSSH-ı yükləmişik. Əgər yüklənmiş olmasa belə apt install OpenSSH server. Məndə yüklüdür, new version var. Ona yükləməyə ehtiyac yoxdur. OpenSSH varımdır server. Ona 22-ni açdım. Bəs sual doğru. Mən #/ açdım. HTTP Hypertext Transfer Protocol açdım. Əgər protokol açmırsam proqramı hardadır? Proqramı apt nüvə deyirəm install Apache 2. Всё, Apache 2 bunun proqramıdır. Yes, enter. Vururam və yüklənmə gedir. Təbii ki, URL, yəni sayta giriş üçün Hypertext Transfer Protocol lazımdır. Bunun düzdür fərqləri var, belə deyək, Lorem dildə. İndi mən onun haqqında danışacağam. Biz burada if config yeni eləyə bir dənə baxaq. Və 100.152-yə qoşulacağıq. Baxın, 192.168.100.152 və veririk biz Apache-nin default page-ini görün. Default nədir? Yəni bunu silmək olar. Yəni 80-cı qapı, 80-ci qapı HTTP Hypertext Transfer Protokoldur və Apache 2 ilə işləyir. Biz bura girdik. Təbii ki, 80 HTTP Hypertext Transfer Protocol security yoxdur. Ona görə Connect Security bu test amaclı açıram. Amma normal saytda da HTTPS Hypertext Transfer Protocol SSL sertifikatda onun haqqında mən məlumat verəcəm. Biz Apache-yə default. Yəni buranı silib öz sistemimizdə saytımızı qoya bilərik. Bəs bunun yerləşdiyi məkan hardadır? Gəlin beləyək. CD keçid deməkdir. Slash var. /www/html. Keçdim. ls daxilə baxış. Yəni mən CD-liyi var, HTML-ə keçdim. Çünki bu gördüyünüz məkan orada yerləşir və ls elib daxilə baxış elədim, baxırıq. Və index HTML görürəm. HTML zaten nədir? Hypertextdir və HTML zaten hər bir cyber security uzmanı biz codingdən danışacağıq. Bir çoxlar mən müraciət edəndə mən məsələn cürbəcür hazırlıqları gedirlər və oradan nə koddan danışırlar, nə serverdən danışırlar, elə boş-boş 2 dənə toollar öyrənməklə keçməz bu işlər. Bu işlərin məğzi, sistemi anlamaqdan keçər. Yəni cyber security uzmanı olmaq elə də sadə göründüyü qədər sadə deyil. Burada elm, bilgi, network, şəbəkə, sistem, şəbəkə, sistem, server, coding illa ki, 2 sətr kod yazan mən necə hacker ola bilər? O da absurd söhbətdir. Yəni illa ki, kod yazmaqdan, yəni gecə-gündüz kod yazmırıq, amma bizim bilgimiz olmalıdır. Mən burada yazıram rm index.html. Yəni ümumiyyətlə silirəm onu. Rm silməkdə. ls vururam, daxildə heç bir şey yoxdur göstər. Və refresh edirəm sistemi. Index of nə deyir? İndeksləməyə bir dənə şey yoxdur. Yəni heç bir şey göstərənmərəm sənə. Apache 2.45 Ubuntu server add IP port #. Heç nə yoxdur, nə göstərim sənə mənə deyir. Mən deyirəm sudo nano, yəni yaz mənim üçün nəyi? Index.html faylını. Twice. Üzr istəyirəm, əlim dəydi ora. Təbii index.html və açırıq. Mən burada adi paragraf. Salam. Belə bir salam yazıram. /paragrafı bağlayıram. Bu adi HTML-də bir paragraf sözdür. Ctrl X yaddaşa ver. U enter. Yes enter. Oxuyuram. Cat oxumaqdır. Index.html faylını oxu. Baxıram ki, pi salam burada görünür və refresh edirəm. Salamı görürəm. Deməli biz nəyə nail olduq? Yəni biz lap başdan Kali Linux'u öyrəndik. Tamam.
qurulmasını öyrəndik daha doğrusu. Sonra Windows server öyrəndik. Windows'u yazdıq, yəni yazmağı öyrəndik. Hələ ki biz Ubuntu'dayıq. Ubuntu'dan sonra artıq yavaş-yavaş mən bəzi şeylərə, yəni mövzulara toxunuram. Bugünkü dərsimizdə OpenSSH yüklü və 22 kompüter arasında əlaqə yaratdıq. Yəni belə deyək, əgər qlobal IP olsaydı, biz lokal IP-də, LAN-dayıq. LAN nədir? Yəni öz Wi-Fi-min daxilindən kimsə SSH ilə qoşula bilər bura. Təbii qlobal deyil. Qlobal IP olsa hansısa bir Amerika Birləşmiş Ştatları və ya hansısa bir ölkədən avtomatik ora bağlama olar o IP vasitəsilə, SSH vasitəsilə, Secure Shell qorunaqlıdır SSH ona görə. Hashtag isə Apache ilə işləyir və biz Apache-də URL-də yönəlmələrini gördük və orada dəyişdik faylı. Bunu hər bir cyber security uzmanı bilməlidir, çünki bizim işimiz sistemlərdən, serverlərdən, bunlardan keçir. İndi biz nə edəcəyik? Misal göstərirəm, belə deyək. Biz iki kompüter sistemi açdıq. Açdıqdan sonra gəlin bir test eləyək. Görək qapıların açıq olub olmadığını Linux görə bilərmi? Misal, mən Ubuntu server məndə settingsdə girədikdə networkda bridge adapterdadır. Yəni artıq 192 onu mənə xəbər verir. Linux'a gəlirəm. Linux'da eyni ortam network bridge adaptera qoyuram. Və OK vururam və start verirəm. İndi gəlin belə bir test eləyək. Scanning eləyəcəyik, yəni axtaracağıq. Görək portların açıq olub olmadığını bizə göstərəcəkmi? Xüsusən portları əzbər bilməliyik, əla bilməliyik. Cyber security uzmanlığı ümumiyyətlə bunlardan keçir. Yəni boş-boş nağıllara, nə bilim o Mr. Robot'un kinolarına baxıb da fərziyyələrə inanmayın. Əsas sistemin dərinliyindən keçir mövzular. Məsələn, biz həmişə miflərə inanırıq, hakerlər belə elə, anonymous qrup belə falan. Əslində bunlar mifdir. Yəni sistemin hacker dediyimiz əslində elmli, savadlı, network, şəbəkəni, kodingi bilən insanlardır ki, adi işçilərdir, adi. Sadəcə onlar bəziləri nəsə verdim, yol nazır, nəsə yəni qanun olmayan şeylər eləyir. Onlar bizə aid deyil. Biz white hacker olaraq fikirlərimizi formalaşmağı, həmçinin irəli getməyi, həmçinin nələrsə öyrətməyi sevirik. Loginə girdik və biz gəldik Linux'a giriş elədik. Linux da bizim Pentest testi üçün hazırlanmış bir əməliyyat sistemidir. Çoxları var, biz Linux istifadə edirik hələ ki. İnşallah, əgər gedişat yaxşı gedərsə, like'lar görərəmsə, baxışlar və paylaşım görərəmsə, daha irəli konulara tüklər demişdən toxunacağım. Buradan gəlik, axtarış yerinə giririk və mən belə deyək, Zen yazıram, Zen map gəlir. Zen xəritəsi nədir? Root verirəm, enter. Və açıram Zen xəritəsini. Zen xəritəsi yəni map dediyimiz bax belə bir proqramdır. Scanning proqramıdır. Bu scanning proqramı ilə indi biz nə edəcəyik? Gəlin birinci növbədə IP-mizi tapmağa çalışaq. Görək IP-mizi tapa biləcək netdiscovery. Belə bir komanda var. Mən burada biraz zoom eləyək. Yazıram sudo su enter password root enter netdiscover xətt r 192.168.100.0/24 nə deməkdir? Məndə IP-lər 190-100, yəni 100-lük və 0.24 bütün diapazonda olan IP sıralamalarını bizə göstərsin və biz netdiscover eləyirik və burada biz belə deyək də sistemdə misal göstərirəm. Belə deyək ki, daxili, yəni birləşmiş IP-ləri görürük, ətrafdakı IP-ləri görürük və buradan mən birinci növbədə mənim 152, səhvimiz 152 idi bizim IP-miz. 152 bu aşağı duran bizim Ubuntu serverinin IP-sidir. Mən bunu aşağı eləyəm və 152-ni axtarıram. 192.168.100.152 IP-sini enter scan eləyib TCP portları scan eləyəcəm və görək scanning elindən deyirəm. TCP portlarınızı scan ilə bu IP-ni, yəni Ubuntu serveri scanning görək qapıları göstərəcək, göstərməyəcək. Və görürəm ki, Discovery Open Port 80 açıqdır. Discovery Open Port, məsəl üçün, burada görürəm ki, 22 də açıqdır. Yəni artıq demək onu göstərir ki, mən burada UPV-də firewall-da açıq qoyduğum müddətdə mən onu yəni açıq qoymuşamsa, əslində belə deyim, sistemlər test olunarkən biz orada realdır ki, biz portları niyə bilməliyik? Hacker gəlib buradan portlara baxıb əgər açıqlıq görərsə, bir çox sitələrdə boşluqlar mən belə şəkildə aşağı əlləmişəm. Açıq qoyur, administration-da çıxır gedir. Status və 2280 nə görürük? 22.80 açıqdır və burada Discovery Open Port 22.80 açıqdır. Bir çoxlar sual verir Mmap sorusunda. Mmap də Zenmap'in belə command versiyasıdır. Əslində, məsələn, deyək ki, gəldim bura, eyni şeyi yapışdırsan bura, path selection, Mmap versiyasında scan eləyib bir nəticələri almaq olar. Discovery Open Port 22.80 açıqdır. Onu da verirəm yuxarı. Yəni, sual doğur. Əgər mən buradan bağlasam, buradakı portlar görünməz olar. Firewall-un iş prinsipi ondan ibarətdir. Düzdür, gələcəyində daha dəqiq, daha irəli konulara toxunacağıq biz. UFV deny. 22 deməyək də 80-a bağlayaq da. 80/TCP.
Deny, yəni bağladım, UFV statusa keçirəm və 80-cı qapının deny olduğunu bağlayıram. Bəs sual, bağlandıqdan sonra mən bu sistemi görəcəmmi? Oha, yüklənməyə getdi, görməyəcəm, çünki mən bağladım. İcazəni bağladımsa Apache avtomatik hashdadı bağladı və giriş yoxdur. 22-də də həmən şey olacaq. Çünki port proqramla işləyər. Apache hashtag 443 dollar SSL-dən onu baş salacağam. Və yaxud da ki, belə deyək, 22 OpenSSH-da bağlansa giriş olmayacaq. Və göz getdi içinə. İndi gəlin scanning eləyək. Görək burada hashdadı görəcək, görməyəcəyik. Yenə də əlavə scan eləyirik. Və scan elədikdə biz nə görürük? 22-ni görürük, amma 80-cı qapını görmürük. Yəni bağlandı. Bu o deməkdir mən, buradan da giriş yoxdur. Amma mən yenə də əlavə sistemdə deny əvəzinə allow qoysam, üzr istəyirəm. Allow qoyuram. Allow verən kimi statusa baxıram. Aha, və baxırıq bura. Yenə də qayıtdı öz yerinə, yəni icazəni verdik. Firewall-dan və scanning eləyirik. Yenə də əlavə. 80-22 yenə də öz yerinə qayıtdı. Demək ki, bugünkü dərsimizin əsas mövzu nə idi? Biz 22-nin OpenSSH proqramı vasitəsilə 2 kompüter arasında Secure Shell qorunalı əlaqəni öyrəndik. 1 və Windowsdan, öz Windows kompüterimdən çalandım virtualdakı Ubuntu serverə. Hashtag HTTP Hypertext Transfer Protocol Apache ilə işləyir və URL-dakı fəaliyyətini gördük. Və orada biz var www.html-in içərisinə girib faylı dəyişə bildik. Yəni onu göstərir ki, HTTP buradan işləyir və onların açılıb bağlama prinsipini anladıq və Kali Linuxdan Zenmap-lə və Mmap-lə scanning elədik, axtardıq və 22 qapıların açıq olub olmadığını buradan yoxladı. Hətta buradan da qoşulma olaraq hakerlər də eləyir. Hardasa bir boşluq görəndə mən onun haqqında danışacağam, sistemlərdən ora girişlər eləyir. Məsələn, mən burada SSH yazsam, emin add 192.168.100.152 səhv eləmirəmsə 152 idi. Məsələn, yes və parolu root yazsam, mən eynən şeyi 22-yə buradan da bağlanmış olacağım Ubuntu serverə. Bu qədər. Gələn dərslərimizdə biz daha irəli konulara toxunacağıq. Belə deyək, mən vaxt olduqca aşırı videoları yükləyəcəm. Baxın, nə qədər like görərəmsə, likelar nə qədər baxış və paylaşım eləyin, artıq açsın sayımız, nə qədər belə deyək, diqqət görərəmsə, bir o qədər ciddi yanaşacağım konulara və belə sayımız çoxalsın, likelar çoxalsın və abcanda resurslara baxıram, çox da belə dərin resurslar yoxdur, yəni sıfırdan bir şey yoxdur, hərə bir şey qoyur. Yəni baxsam gedişata ardıcıllıq olaraq bir şeylər paylaşacağam, sevirəm paylaşmağı, müəllimliyi sevirəm, yəni öyrətmək həmişə vacib məqamdır, çünki insanlar nəyisə öyrənmək istəyir, nəyisə atırlar. İnşallah gözləyirəm dəstəyinizi. Allah qoysa inşallah yenə də əlavə videolar yükləyəcəm. Baxın, nə suallar olarsa yazın. İnşallah gələn görüşlərəcək. Allah amanında görüşərik.